Değerli izləyicilər, hər birinizi İzmirdə yerləşən Barut otellərinin isə ən gənc oteli sayılan, belə ki, 2024-cü ildə istifadəyə verilmiş Anda Barut Collection otelindən salamlayıram. Gəlin sizinlə bərabər otelimizin icmalına keçid alaq. Anda Barut Collection oteli 7 alakart restoranı, 547 otağı, 13 villası və bununla bərabər də uşaqlar üçün akvaparkı, diskotekası, hovuz ətrafı barları, gecə şouları, idman zalı, sauna, masaj otaqları, ümumiyyətlə tətilinizi premium keçirməniz üçün lazım olan bütün xidmətləri təqdim eləyir. Bunlar haqqında danışacağam. Öncəsində qonaqlama edəcəyimiz otaqlarla tanış olaq. Bu otağımızsa penthouse olaraq getməkdədir. Özünün yenə balkonunda hovuzu mövcuddur. Gəlin sizi otaqlarla tanış edeyim. Otaqlarımızdan birisi budur. Burada yenə divin yataqlarımız mövcuddur. Qarşıda balkona çıxışı mövcuddur. Qardırobumuz və özəl bölümüdür. Çünki çox estetikdir. Girişdə bizi baxın belə bir yer qarşılayır. İki qismdən ibarətdir. Birinci qismdə bizim duşa kabinimiz, ikinci qismdə isə yenə də ayaqyolu yer almaqdadır. Surətimizi kəsmirik, növbəti otağa keçəcəyik. Növbəti otağımızsa yenə də eyni qaydada digər otaq kimidir. Gəlin baxaq. Burada artıq biraz qardırob daha böyükdür. Demək olar ki, hər şey içərisində var. Double yatağımız burada qeyd edilibdir, yenə var. Balkona birbaşa çıxışınız buradan sizin mövcuddur. Mənzərəniz də birbaşa gördüyünüz kimi həm hovuz, həm dəniz mənzərəlidir. Qarşı tərəfdə də gün batımlarını siz buradan oturub izləyə bilərsiniz. Sanuzel bölümümüz. Fikir verirsiniz necə estetik, necə gözəl, necə diqqət çəkicidir. Burada onu da deyim ki, baxın, bütün otaqlara keyfiyyətli şəkildə saç qurutma və saç düzləşdirici aparatlardan veriblər. Çəkinizi istəsəniz buradan da çəkinizi yoxlaya bilərsiniz. Və gəldirik ən bəyənilən yerlərdən birisi buranın salonu. Fikir verirsiniz. Burada kiçik bir aparatiflər üçün demək mətbəxi mövcuddur. Kofe aparatınıza kimi hər şey düşünülübdür. Və buradan ümumi salondur. Ümumi salondan da siz çıxırsınız balkona. Balkon geniş bir yelpazədədir. Hər yeri görə bilirsiniz rahatlıqla. Güneşləmək istədiyinizdə, oturmaq istədiyinizdə yenə ərazisi var və bizim qonaqlarımızın ən çox sevdiyi özünə məxsus hovuzu. Burası penthouse olaraq getməkdədir. Bu görmüş olduğunuz villamızsa 3+1 olaraq getməkdədir. Baxın, buradakı velosipedləri də hər bir villanın qarşısında var ki, ərazidə qonaqlar rahat bir şəkildə gəzsinlər. Otağımıza giriş eləyirik. Yenə koridorumuzdur. Bizim sağ tərəfimizdə kiçik mətbəximiz yer almaqdadır. Sol tərəfimizdə də əl yumaq üçün yerimiz mövcuddur. Koridordan gəldiyimizdə bizi birbaşa ana salon qarşılayır. Estetik olaraq yenə göz oxşuyur. Burada LED ekranımız və buradan giriş edirik otaqlarımızdan birinə. Burada double yataqlı bir otağımız var. Qarşı tərəfdə birbaşa dəniz açılan mənzərəsi mövcuddur. Yəni interyer öz sözünü deyir. Gəlin buradan baxaq. Burada başqa nələr var? Burası qardırop otağını görürsünüz. Yenidən gəlirik bir sanuzelin olduğu yerə. Burası digər baxdığımız otaqların daha fərqlidir bu villanın içərisi. Həm estetik baxımdan daha fərqlidir, həm sanuzel qovşağı, həmçinin də duşa kabinlərinə baxdığınızda yenə öz fərqini burada göstərməkdədir. Otaqlardan birisi yenə baxırsınız dəniz mənzərəli otağımızdır. Tivin yatağı burada mövcuddur. Qarşı tərəfdən demək balkona çıxış eləyə bilərsiniz. Sizin üçün açın. Bəh. Daxilində yenə sanuzeli var. Qeyd etmişdik ki, otelimiz 3 otaqlıdır. Bu villada 3+1 olaraq gedir və həmin otaqlardan birisi də buradadır. Yenə tivin yatağı olaraq keçir. Burada artıq bağça mənzərəli olaraq gedir. Yenə öz daxilində sanuzeli. Otaqlarımızı yekunlaşdırdıq. Növbə isə bax görmüş olduğunuz bu ana salondadır. Tamamilə genişdir. Ən gözəl nüanslardan biri də mən sizə deyim. Bu görmüş olduğunuz bir dinamikdir və çox qüvvətli dinamikdir. Hətta deyirlər ki, bunu tam səs qoşduğunuzda qarşı tərəfdəki oteldən bunun səsi eşidilir. Gəlin buradan balkona çıxaq və hovuz mənzərəli yenə gedir. Birbaşa hovuza çıxışı var.
Qonaqlarınızla, dostlarınızla, ailənizlə oturmaq üçün geniş sahəsi var. Güneşləmək üçün şezlonqu var. Öz yaşıllıq sahəsi var. Möhtəşəmdir. Sadəcə möhtəşəmdir. Xüsusən qeyd edirəm ki, bu villalarda əgər qonaqlamaq istəyirsinizsə, Didim ərazisində yerləşən Anda Barut Collection otelinə gələ bilərsiniz. Hazırda sizə göstərəcəyimiz otağımız yalnız yetişkinlər üçün nəzərdə tutulubdur. 16+1 yaş kateqoriyasındadır. Otaq tipinə baxaq, 70 kvadratlıq bir otağımızdır. Yenə hər birində olduğu kimi öz estetikasında demək ki, sanucer qovşağı var, duşa kabini mövcuddur. Burası da qardırob qismidir, gördüyünüz üzrə. Hər şey düşünülübdür. Yəni siz saçınızı fenləməkdən tutun da saç düzləşdiriciyə qədər sizin üçün hər şeyi ayırıblar və həmçində ütüsü də bu otaqların içərisində verilir. Otağımıza gəlin baxaq. Ümumi yataq otağımız belədir. Bir double yatağımız var. Deyək 3 nəfər olsanız əlavə bu divanı necə deyirlər, yataq kimi istifadə etmək mümkündür. Burada artıq onu siz minibar tərəfini görürsünüz. Hər bir otaqda adətən bu tərz demək kafe aparatı var və gündəlik olaraq yenilənir. Şərablar da yenə onlardan hədiyyədir. Gəlin bu otağımıza baxaq. Bu otağımız swim up otaq olaraq getməkdədir. Birbaşa çıxışı hovuzadır. Otelin birinci qatıdır elə. Buradan da yenidən otağın digər qisminin görünüşünə baxa bilərsiniz. Otelimiz ultra hərşidaxı qidalanma təklif eləyir və həm otaqları genişdir, həm restoran sahələri yaxşıdır. Bundan əlavə olaraq da xidmət sahəsində çalışmış personeli inanın o qədər səmimi və cana yaxındır ki, sizin bütün istəklərinizi qarşılayırlar. Hazırda gəlmişəm, restoranımızın şirniyyat bölümü var və burada bir şirniyyat dadıram. Sizlər də inşallah Anda Barut Collection otelinə gəldiyinizdə məhz buradakı ləziz təamlardan dada bilərsiniz. Xüsusən bunu da qeyd eləmək istəyirəm ki, otelimiz hazırda Türkiyədə premium otellər sinfinə daxildir. Buna baxmayaraq, premium xidmətlərini sərfəli qiymətlərlə qonaqlarına təklif etməkdədir. Bu səbəbdən ümumiyyətlə bütün Barut otellərini seçə bilərsiniz. Əla xüsusda hazırda olduğumuz Barut Anda Collection otelini daha çox sizə təklif edirəm. Hazırda görmüş olduğunuz bizim şirniyyatların verildiyi məkandır. Burada tamamilə çay, kofe, alkoqollu içəcəklər, kokteyllər və şirniyyatlar verilir. Gündəlik olaraq da şirniyyatları dəyişir. Gəlin sizlərlə baxaq. Otelin 7 alakat restoranı olduğunu qeyd eləmişdim. Burada sizlər artıq Türk mətbəxi, Asiya mətbəxi, Avropa mətbəxi, ümumiyyətlə beynəlxalq mətbəxinin təamlarını dada bilirsiniz. Hər həftənin 4-cü günü də fərqli ölkələrin yeməkləri var. Məhz bizim olduğumuz həftənin 4-cü günündə isə Meksika mətbəxinin yeməkləri qonaqlarımıza təklif ediləcək. Hazırda otelin 0-cı qatındayım və burada demək olar ki, sizin üçün lazım olan hər şey düşünülübdür. Market var, suvenir yerləri var, restoranlar, alakat restoranları, şirniyyat restoranı, wellness, idman zalı və bununla bərabər də aquaya girişlərin hamısı məhz bu olan istiqamətdəndir. Bax, bu görmüş olduğunuz yer Game Center'dir. Burada uşaqların əyləncəsi üçün bir çox oyuncaqlar, bir çox aktivitelər düşünülübdür. Hazırda olduğum ərazi 3 qismdən ibarətdir. Mənim sağ tərəfimdə görmüş olduğunuz uşaqlar üçün akvaparkdır. Mənim sol tərəfimdə görmüş olduğunuzsa böyüklər üçün nəzərdə tutulmuş akvaparkdır və saat 10-dan etibarən də bunların hər biri açılır ta ki saat axşam 6-ya kimi. Bundan əlavə də bu arxamda görmüş olduğunuz yerdə panayır olaraq keçməkdədir. Luna Park tərzindədir və axşamları burası tamamilə uşaqlı ailələrlə qaynayır. Anda Barut Collection oteli haqqında deyiləcək hələ çox məlumat var. Barut otelləri haqqında məlumat və tur paketlərinizin rezervasiyası üçün bizimlə əlaqə saxlamağınız kifayətdir. Məni izləməyi və şərh yazmağı unutmayın. Hələlik!